Salamlar, vaxtınız xeyir. Kanalımızın əziz və dəyərli izləyiciləri. Bugün sizlərlə izahlarımız təkrarlanan hadisələr olacaq. Təkrarlanan hadisələr nədir? Yəni qarışqa ilbiz və yaxud kərtənkələ, ilan da ola bilər. Yəni bu suallardır. Məsəl üçün deyir ilbiz 5 metr yuxarı qalxır, 2 metr aşağı enir. Yəni təkrarlanan hadisələr odur. Həm də buna addım məsələlər də daxildir. Və bildiyimiz kimi bu suallar yəni liseylərə düşür. Yəni riyazi məntiq kimi düşə bilər. Ona görə də paylaşırıq ki, yəni sizlər faydalana biləsiniz. Yəni bizim bu kitabımız belə deyim, Mənim Tədris Mərkəzinin riyaziyyat kitabıdır. İndi biz düzdür, hamısını paylaşmayacağıq. İbtidailərə aid olanları çalışacağıq ki, ibtidai səviyyədə başlayaq ki, yəni imtahanda çətinlik olmasın. Vaxt itirmədən izahlarımıza başlaya bilərik. Birinci sualımız belədir ki, ilbiz hündürlüyü 38 metr olan dirək üzərində hər gün 5 metr yuxarı qalxır, 2 metr aşağı enir. İlbiz neçə günə dirəyin sonuna çatar? Baxın, buradan yazmışam, indi bunun qaydasını deyirəm. Yəni sizlər də çalışın ki, videonu saxlayın, həmişə qaydaları yazın, ondan sonra testə başlayın. Yəni qaydalarla yazsaq, inanın ki, yəni səhv olmayacaq. Əgər yox, belə deyim, əzbər formada yazırıqsa, yəni əzbər belə bir şeydir ki, 3 gündən, 5 gündən, 2 aydan, 3 aydan sonra yaddan çıxır. Ona görə qaydalarla yazın, çoxlu işləyin ki, yadda qalsın. Yəni burada əsas məsələ nədir? Hündürlük, baxın, yazıram. H, çıx, E. Bu kəsr xətti, yəni 4-cü sinifdə var, bilirik. Kəsr xətti bölmə deməkdir. H çıx E, Q çıx E. Yəni bu nə deməkdir? H burada nədir? H hündürlükdür. Sizlər də qeyd edin. H hündürlükdür. E enmədir. Q qalxmadır. Yenə E enmədir. İndi bunu əsasən yazacağıq. Deməli, bir də təkrarlayıram. H hündürlükdür. E enmədir. Q qalxmadır. E enmədir. Yəni hündürlük çıx enmə bölünsün. Kəsr xətti dedim, bölmə deməkdir. Qalxma çıx enmə. İndi burada nədir? Başlayıram, hərəsini öz yerinə qoyuram. Hündürlük nə qədərdir? İlbiz hündürlüyü 38 metr olan dirək üzərində. Hündürlük nə qədərdir? Hündürlük 38-dir. Çıxıram, enmə nə qədərdir? Hər gün 5 metr yuxarı qalxır, 2 metr aşağı enir. Nə qədər aşağı enir? Enmə 2-dir. Çıxılsın enmə, bölünsün. Qalxma nə qədərdir? 5 metr qalxır. Qalxma 5-dir. Çıxılsın, yenə enmə 2-dir. Və bunu da yazırıq. Bərabərdir. 38-dən 2-sini çıxıram. Eləyir sürət 36. Məxrəc, yəni 5-dən də çıxırdım 2. Enmə 2-də 3. 36-nı da 2-yə bölürəm, eləyir 12. Deməli, ilbiz neçə günə dirəyin sonuna çatar? 12 günə. Birinci sualımızda, yəni birinci sual deyirəm, 133-cü sualımız. Burada ardıcıllığından verilib. Ona görə 133-cü sualımız A variantı. Necə oldu? Hündürlük çıx enmə bölünsün, kəsr xətti dedim, bölmə deməkdir, qalxma çıx enmə. Yəni hündürlük 38, çıxılsın enmə 2-dir, qalxma 5-dir, çıxılsın enmə 2-dir. Və bölürük, eləyir 12. 12 günə dirəyin sonuna çatar. İkinci sualımız belədir ki, yəni 134-cü sualımız belədir ki, bir ilan gündüzləri 5 metr yuxarı doğru çıxıb, gecələri 4 metr aşağı doğru sürüşür. 40 metr dərinlikdə hərəkətə başlayan ilan neçə günə quyudan çıxar? Baxın, burada gündüzlər deyir, bu qədər qalxır, gecələri bu qədər, nə bilim, düşür. Yəni, əvvəlki sualımızda nə indi? Necə? Yəni, bir gün içində baş verirdi, hadisə bir gün içində baş verir. İndi qarşımıza çıxacaq ki, məsələn, 135-ci sualımızda 2 gün deyir, sonra aşağı düşür. İndi buna da aid qayda var, onu da deyəcəm. Deməli, yenə qaydamız nə idi? Hündürlük, çıxılsın enmə, bölünsün qalxma, çıxılsın enmə. Bərabərdir. Hündürlüyüm neçədir? 40 metr. 40-dan çıxıram. Enmə nə qədərdir? 4 metr aşağı. 4-ün. Bölürəm. Qalxma nə qədərdir? 5 metr. Çıxıram 4-ün. 40-dan 4-ün çıxıram. Eləyir 36. 5-dən 4-ün çıxıram 1. 36-nı da 1-ə bölürəm 36. Deməli, ilan neçə gün sonra quyudan çıxar? İlan 36 gün sonra quyudan çıxacaq. Yəni, qayda ilə. Bu qaydalar dediyim kimi, yəni sizlər yazın və bu qaydalar əsasən də testləri işləyin, görəcəksiniz ki, çox asan olur. 135-ci sualımız. Qarışqa hündürlüyü 37 metr olan bir ağac üzərində birinci gün 5 metr yuxarı qalxır, ikinci gün 2 metr aşağı enir. Neçə günə qarışqa ağacı üzər? Baxın, birinci gün 5 metr yuxarı qalxır, ikinci gün. Artıq burada, belə deyim, 2 gün söhbəti var. Burada nə edirəm? Yenə, eyni qayda ilə yazıram. Hündürlük çıx enmə, baxın. Hündürlük çıx enmə, bölünsün, qalxma çıx enmə. Bərabərdir, yazıram eyni qayda ilə. Hündürlük 37-dir, çıxıram enməni, yəni 2-ni. 5-dən qalxma 5-dir, çıxıram 2-ni. 37-dən 2-sini çıxıram, qalır 35. 35.
Qalxmadan ikisini çıxıram, qalır 3. 35-i də 3-ə böldükdə eləyir neçə? 3, 33. 11 dəfə düşür, qalıq qalır 2. İndi əsas məsələ buradadır. Qalıq 2 qaldı. Və 2 gün sonra deyir. 2 gün sonra olanda birinci qalığı deyim. Qalıq fərqi yoxdur. 5 qalsın, 10 qalsın, 2 qalsın, neçə qalır qalsın. Qalıq həmişə qalanda bu aldığım say var. 11 burada sayıdır. 11-in üzərinə həmişə 1 gəlirəm. Eləyir 12. Niyə 1 gəldim? Çünki qalıq qalıb ona görə. 12. Və bu 12-ni də vururam. Nəyə? Neçə gün deyirdi? 2 gün. 2 gün 2 metr aşağı inir. 12-ni də vururam 2-yə. Eləyir 24. Və bu 24-dən də birini çıxıram. Eləyir 23 gün. Deməli, neçə günə qarışqa ağacın zirvəsinə çatar? 23 gün. Doğru variantımız A variantı. Deməli, nə elədim? Bir də deyirəm. Hündürlük çıxımmə, bölünsün qalxma çıxımmə. Eyni o qayda ilə yazıram. Və qalır 11, qalıqda 2 qaldı. Fərqi yoxdur, qalıq 3 qalır. Neçə qalır qalsın. Qalıq qaldıqda bu aldığım sayı cavab var. 2 və 11. 11. 11-in də üzərinə həmişə o 1-i gəlirəm. Qalıq. Neçə qalır qalsın 1 gələcəm. 12. 12-ni vururam 2 gün deyir. 12-ni vurdum 2-yə 24 və o 24-dən o 1-ini çıxıram qalır 23. 136-cı sualımız. 136-cı sualımız yəni var, lisey kitablarında da var. Hündürlüyü 19 metr olan bir ağac üzərində kərtənkələ 3 dəqiqə 4 metr yuxarı qalxır, 1 dəqiqə isə 1 metr aşağı sürüşür. Kərtənkələ neçə dəqiqə ağacın zirvəsinə çatar? Yenə eyni qayda. Hansı qayda? Hündürlük çıx emmə, bölünsün qalxma çıx emmə. Hündürlüyü neçədir? 19. 19-dan çıxıram nəyin? Nə qədər sürüşür? 3 dəqiqə 4 metr yuxarı qalxır, 1 dəqiqə 1 metr aşağı. 19-dan çıxıram 1-in. Bölürəm. Qalxma nə qədərdir? 4 çıx 1. Bu da eləyir. 19-dan 1-in çıxıram. Sürət 18, məxrəc də 3. 18-də 3-ə bölürəm 6. 6 qaldı. İndi deyir ki, kərtənkələ neçə dəqiqə ağacın zirvəsinə çatar. İndi burada artıq nə edirəm? Burada da vaxtları toplayıram. Baxın, bunun sayını tapdım. Say neçə oldu? 6. Vaxtlar 3 dəqiqəyə qalxırdı, 1 dəqiqəyə aşağı düşürdü. Vaxtları toplayıram vaxtla olanda. 3-ün üzərinə 1 gəlirəm. Eləyir neçə? 4. Və sonra nə edirəm? Bunun üçün də qayda deyirəm, yazın. Say, yəni aldığım say, vurulsun, vaxt, çıxılsın, düşmə. Düşmənin vaxtı da belə deyim. Yazıram, düşmənin, üzr istəyirəm, düşmənin vaxtı. Yəni düşdüyü vaxt belə yazdım. Düş vaxt. Baxın, nə elədim? Dəqiqə ilə olanda nə edirəm? Deməli, eyni qayda ilə yazıram. Hündürlük çıx emmə, bölünsün qalxma çıx emmə. Sayı tapdım 6. Sonra vaxtları toplayıram və qayda necədir? Say, vurulsun, vaxt, çıxılsın düşmənin vaxtı. İndi buradan yazıram. Say neçədir? 6. Vururam. Vaxt neçə idi? 4. 4. Vaxtları topladım 4. Çıxıram düşmənin vaxtı. Nə qədər düşürdü? Baxın, 1 dəqiqəyə 1 metr aşağı düşür. Çıxıram 1-i. Bu deyilir 6 4-ün 24. 24-dən 1-ini çıxdım 23. Doğru variantı. E variantı. Yəni 23 dəqiqə ağacın zirvəsinə çatar. Yəni bu qaydanı yazın. Yazın. Belə deyim də, yəni tapdığımız bu say var deyə burada. Cavab. Bunu vurursunuz vaxta. Vaxta necə tapırdım? Vaxtları da toplayıram. 3 dəqiqədə qalxırsa, 1 dəqiqəyə düşürsə, cəmi nə qədər eləyir? 4 dəqiqə. Say vururam, yəni 6-nı vururam 4-ə, çıxıram düşmənin vaxtı. Baxın, 1 dəqiqə 1 metr aşağı düşür. Çıxıram düşmənin vaxtı, yəni 6-nı vurdum 4-ə, çıxıram 1-in eləyir 23. 137-ci sualımız. 137-də nə deyir? Qarışqa bir ağac üzəri ilə hər gün 7 metr yuxarı qalxır, 3 metr aşağı inir. Qarışqa ağacın zirvə 10 günə çatmışsa, ağacın hündürlüyü ən çox neçə metr deyirsə, baxın, ən çox deyirsə. İndi baxın. Elə bilin ki, qarışqa, bura baxın, bir ağacdır. Gəldi, bura çatdı. Bura çatdı. Artıq mənə bunu belə deyim, bu sürüşmək lazım deyil. Başa düşdünüz? Mənə deyir, ağacın hündürlüyü ən çox neçə metr, yəni ən çox neçə. İndi bununla uyğun qayda nədir? Ən çox olanda nə edirəm? Baxın, burada yazmışam, ən çox olanda qeyd etmişəm. Günü vururam nəyə? Qalxma çıx emməyə.
üzərinə gəlirəm emməni. İndi yazıram. Gün neçədir? Gün 10 gün. 10 günə çatmışdırsa 10. Onu vururam. Qalxma neçədir? 7 metr qalxır. 7-yə. Onu vururam. Yəni 7. Mötərizədə yazıram. Çıxırsın emmə neçə idi? 3 metr aşağı inir. 3. Üstə gəlirəm 3-ü. 7-dən 3-ün çıxıram. 4. 4-ü vururam ona. 40. 40 üstə 3 gəlirəm. 43. Doğru variant B variantı. Baxın neynədik? Deməli, əgər bizdən ən çox istəyirsə, neynirəm? Günü vururam, qalxmadan çıxıram emməni, üzərinə gəlirəm emmə. Yəni, baxın, buradakı qayda. Ən çox istəyəndə. Niyə üzərinə emməni gəlirəm? Çünki artıq mənə bura çatdı da. Başa düşdünüz? Ona görə də neçə olur? 43. 138. Qarışqa quyuya dırmaşarkən bir günə 7 sm yuxarı, 2 sm aşağı sürür. Yəni, bu bir gün içində baş verir. Qarışqa 52 sm dərinliyində quyu neçə günə çıxar? Yenə qaydam nə idi? Hündürlük çıx emmə, bölünsün qalxma çıx emmə. Yəni, 52 çıxılsın neçə? 2. Bölünsün 7 çıxılsın 2. 52-dən 2-sini çıxıram 50. Surət 50. Məxrəcdə 7-dən 2-sini 5. 50-ni də 5-ə böldürəm eləyir 10. Quyu neçə günə çıxar? 10 günə. 138 A variantı. 139-da deyir ki, bir soxulcan 74 sm dərinlikdə bir quyudan gündüz 5 metr dırmaşır, gecə isə 2 metr aşağı sürüşür. Buna görə bu soxulcan quyudan neçə günə çıxar? Yenə qaydam eynidir. Hündürlük çıx emmə, bölünsün qalxma çıx emmə. Bərabərdir. 74-dən çıxıram emməni, 2-ni, bölürəm 5-dən çıxıram 2-ni. 74-dən 72, 5-dən 2-dən 3. 72-ni də 3-ə bölürəm, neçə eləyir? 24. Soxulcan quyudan neçə günə çıxar? 24 günə. C variantı. 140-cı sualımız. 140-da. Bir çərkə 47 metrli bir çuxurdan 5 metr hoppanıb 2 metr aşağıya sürüşür. Quyudan çıxmağa çalışır. Neçənci gün hoppanışda quyudan. Yəni bu nə deməkdir? Yəni 47 metr bir quyudan 5 metr yuxarı qalxır, 2 metr aşağı düşür. Onu demək istəyir. 47 metrli bir çuxurdan. Yəni yenə hündürlük çıxılsın emmə, qalxma çıxılsın emmə. Bərabərdir. 47-dən çıxıram 2-sin, bölürəm 5-dən çıxıram 2-sin. 47-dən 2-sin canı 45, 5-dən 2-sin canı 3. Neçə gün? 45-i də 3-ə bölündə 15 gün. Doğru variant E variantı. İndi 141-ci sualımız addım məsələlərdir. Addım məsələləri. Yəni addım məsələlərin əvvəl belə deyim, pilləkən məsələləri var. O pilləkən məsələlərini baxsaz YouTube-da, yəni görürsünüz paylaşmışam. Yəni ona inşallah baxın, heç bir çətinliğiniz olmaz. Sonraki addım məsələləri düşən suallı tiplər də bunlardır. Bunlarda nə edirik? Deyir ki, baxın, bir uşaq 6 addım irəli, 3 addım geri getməkdə cəmi 76 addım atmışsa, bu uşaq irəli neçə addım atmışdır? Baxın, 6 addım irəli, 3 addım geri getməkdə neçə addım atır? 9 addım. Düzdür? Yəni 6-nın üzərinə bu 3-ü gəlirəm, eləyir 9. Cəmi neçə addım atıbdır? 76. 76-nı bölürəm bu 9-a. 9-a. Bərabərdir, eləyir 9. 8 9-un 72. 72. 4-də qalıq qalır. Qalıq 4 qaldı. Və sonra nə edirəm? İndi görün nə deyir. Burada, yəni bu tip suallarda suallar fərqli olur. Yəni belə olur. Uşaq deyir, irəli neçə addım atmışdır? İndi qarşımıza çıxacaq, geri neçə addım atmışdır? Bir də durduğu yerdən neçə addım irəli atmışdır? Və indi burada qalıq qaldı. Bəxtimizə qalıqlısı düşdü. Kaş qalıqlısı düşməzdi. Nə edirik? 4 qalıq qaldı. 8. Cavabımız 8-dir. Və indi bizə deyir ki, bu uşaq irəli neçə addım atmışdır? İrəli. Baxın, bizdən sorur ki, irəli. İrəli neçə addım atırdı? 6 addım irəli atırdı. Deməli, bu aldığım cavabı da 8-i də vururam 6-ya, eləyir 48. Əgər qalıq qalmasaydı, 8 olsaydı deyərdim 48. Amma burada qalıq da var axı. Qalıq neçədir? 4-dür. İndi bu qalığı nə edəcəm? Bəzən deyirlər ki, qalığı belə deyim, toplayırsan, xeyr. Bu aldığım qalığı, düzdür, toplayırsan. Amma indi qalır, indi fərqli suallar çıxacaq inşallah qarşımıza. Orada da tam dəqiq deyəcəm. Bu aldığım qalıq 4-dür. Neçə addım irəli atırdı? Birinci uşaq 6 addım irəli atırdı da. Deməli, bu 6-nın içində bu 4 var.
Var da. 6-nın içində bu 4 varsa, deməli 48-in də üzərinə bu 4-ü gəlirəm. Eləyir 52. Uşaq neçə addım irəli atmışdır? 52 addım. Doğru variant A variantı. 142-ci sualımız. Bir uşaq 7 addım irəli, 3 addım geri gedib. Yenə həmən dəqiqə 7-nin üzərinə 3-ü gəlirəm, eləyir 10. 79-u da bölürəm. Üzr istəyirəm. 79 deyib 78 yazıram. 79-u da bölürəm 10-a. Eləyir neçə? Eləyir 7 dəfə düşür, 9 dəfə də qalıq qalır. İndi nə edirəm? Neçə addım irəli getmişdir? 7-ni vururam nəyə? İrəli neçə addım gedirdi? 7 addım. 7 addım. Hə, indi burada qalıq, baxın dediyim burada çıxdı. 7 addım eləyir 49. Cavabımız 49 deyil. İndi qalıq 9 qalmışdı. Neçə addım irəli gedirdi? 7 addım irəli gedirdi. Bu 9-un içində 7 var. Bəli, 9-un içində belə deyim, 7 addımın içində belə deyim də bu 9-un içində 7 dənə addım var, belə deyim. Ona görə üzərinə 7 gəlirəm. 7 gəlirəm. Eləyir 49 üzərinə 7. 7 gəlirəm. 7 deyirəm, 2 yazıram. 49 üzərinə də 7 gəlirəm, eləyir 56. Hə, oradakı o 2 nə idi? Mən yazdım bura. O özümdən görürsə bir ixtiyarı yazdım ora. Yəni niyə? Çünki bu 9-un qalıq 9 idi. Bunun 7-sini irəli getdi. O 2-si qaldı. O da geri addımındı. Çünki 3 addım geri gedirdi. O 2 dənə də bunun addımındı, gerinindir. Ona görə özümdən yazdım. Yəni burada 56. 142-ci sualımız 56. 143-cü sualımız. Hüseyin 7 addım irəli, 2 addım geri. Həmən dəqiqə 7-nin üzərinə 2-ni gəlirəm. Eləyir 9. 9. Və neçə addım? 67-ni də bölürəm. Bura biraz yaxşı düşmür. 67-ni bölürəm 9-a. Eləyir neçə dəfə? 7 dəfə düşür, 4 dəfə də qalıq qaldı. Və Hüseyin neçə addım geri getmişdir? Görürsən, indi burada artıq geridir. Hüseyin neçə addım geri gedirdi? 2 addım. Bu 7-ni də vuracam 2-yə. Bərabərdir 14 və üzərinə nə gələcəm? Qalıq 4 qalmışdı. Neçə addım geri gedirdi? 2. Deməli bu 4-dən ikisini geri gedib. Yəni 14-ün də üzərinə 2 gəlirəm. Eləyir 16. Üzr istəyirəm. Burada indi əsas məsələ, buradadır. Baxın, üzr istəyirəm. 16 eləmir. Niyə? Çünki qalıq 4 qalmışdı. Qalıq neçə idi? 4. İndi bu 4-ün 7-sini birinci hansını atıb? Birinci irəli gedir də. Bu 4-ün 7-sini irəli getdi. Belə deyim, 7 addımda bu 4 getdi. 4 yəni bu 7 addımın içində getdi. Qalıq qaldı. Xeyr, qalmadı. Artıq geriyə heç nə qalmadı. Bu 4-7 addımın içində getdi. Ona görə də cavab neçə oldu? Cavab elə 14 olaraq qalır. Cavab elə 14 olaraq qalır. Yəni neçə? Variantı. Gəlin bundan birini də yazaq. Çünki burada biraz səhv oldu. Ola bilər kimsə indi tam başa düşməz. Ona görə yəni 144-ü də izah eləyəcək. Qoy aydın olsun hər kəsə. 144-cü sualımız. Fərid 5 addım irəli, 3 addım geri gedir. Baxın. 5 addım irəli, 3 addım geri gedir. 5 addım irəli, 3 addım geri. 5-də 3 gəlirəm 8. 71-i bölürəm 8-ə. Eləyir neçə? 8 dəfə düşür. Düzdürmü? 8 dəfə düşür. Neçə qalıq qalır? 64 eləyir çünki. 7 dənə də qalıq qalır. 7. İndi 8 dəfə düşdü, 7 dəfə də qalıq qaldı. İndi Fərid neçə addım geri getmişdir deyir. Geri. Deməli bu 8-i də vururam nəyə? Geri neçə addım gedirdi? 3 addım. 8-i də vururam 3-ə. Eləyir 24. Və qalıq 7 addım idi. Bu 5 addımın içində bunun 5-i getdi. Yəni 7-nin 5-i getdi. Qaldı ikisi. Geri deyir də bizdən ikisi. 24-ün üstə də 2 gəlirəm. 26. Doğru variantım A variantı. Ona görə siz 145 sualı siz yazın və 146-nı da həmçinin yaza bilərsiniz. Sağ olun, salamat qalın.